Turan Tovuz fevralın ilk 10 gününü macəralarla keçirir. Komanda acı Qarabağ məğlubiyyəti sonrası 2 qələbə ilə vəziyyəti düzəltməyə çalışır. Hər vaxtınız xeyir, Turan Tovuz söhbətlərində son günlər yaşananlardan danışacağıq. Fevralın bu gün 9-udur və bu günə qədər ayın 1-dən bu tarixə qədər komanda 3 oyun keçirib, 3-ü də taley yüklü vacib qarşılaşma idi. Qarabağ oyununda yaşananları ümumiyyətlə həm proses olaraq, həm psixoloji bütün mənalarda yaşananları sanki digər oyunlara yaymağı bacardı Turan Tovuz. Burada həm yaxşı mənada, həm də dırnaqarası deyirəm. Məsələn, Qarabağla oyunda qalan o aqressiya, o gərginlik, hakimliklə bağlı kubokda Kəpəzlə qarşılaşmada özünü başqa cür biruzə verdi. Amma futbol olaraq həmin o acı məğlubiyyət, hansı ki niyə görə acı məğlubiyyət idi? Şanslar qaçırıldı, üstün futbol sərgilənildi, hakimlikdən haqsızlıq gördü və bütün bunların fonunda o yığdığı aqressiyanı Kəpəz və Karvanla oyunda işə çevirməyi, nəticəyə çevirməyi bacardı. Turan Tovuz Qarabağla oyundakı məğlubiyyəti unuda bilmirdi təbii ki. Biz bunu baş məşqçinin açıqlamasından ümumiyyətlə belə klub olaraq reaksiyalardan və digər məqamlardan hiss edə bilirdik. Əsas vacib olan Kəpəz və Karvanla görüşlərdə daha da sakitləşib, daha da soyuq olub, soyuqqanlı olub bu görüşləri vacib olan qələbələrlə bitirmək idi. Hakimliklə bağlı başlayaq. Qarabağ oyunundan sonra çəkdiyimiz videoda biz qeyd etmişdik. Əslində hakimliklə bağlı vəziyyət nədir? Ölkə futbolunda çox klub, çox futbol adamı, məşqçi, futbolçu, yəni ölkə futbolu ümumiyyətlə bu gün hakimlik mövzusunda kifayət qədər ciddi zərbələr alır, əziyyət çəkir. Bunu ən üst səviyyələrdə də etiraf edirlər. Hakimliyin səviyyəsi aşağıdır və bu aşağı səviyyədə olan hakimlikdən Turan Tovuz da ötən mövsümlərdə və o cümlədən də bu mövsüm az zərbə almayıb. Onlardan birində Qarabağla oyunda almışdı. Onun gərginliyi ilə Kəpəz qarşılaşmasında da Qurbanberdiyev və məşqçilər korpusunun timsalında hakimliyə qarşı xüsusi emosiyalar gördük. Hansı ki, baş məşqçi məhz Karvan oyunundan sonra bu barədə danışıb və azarkeşlərindən üzr istəyib. Qurbanberdiyev bu məqama da diqqət edək, azarkeşlərdən üzr istəyib. Yəni ictimaiyyətdən, futbol adamlarından, hakimlərdən yox, Turan Tovuz azarkeşlərindən üzr istəyib və bildirib ki, bu cür emosional olmamalıydım və çox emosional oldum və buna görə üzr istəyirəm. Yəni bu kluba, azarkeşlərinə olan hörmətini və ümumiyyətlə kluba bir dəyər kimi yanaşdığını bir növdə ifadə etməyə çalışıb və göstərir ki, əslində bu cür halların tərəfdarı deyil. Hər nə qədər böyük məşqçi olsan da bəzən müəyyən qərarlar var ki, insanı özündən çıxarır. Biz Qarabağla bağlı, Qarabağ oyundan sonra çəkdiyimiz videoda danışmışdıq hakimliklə bağlı ki, əslində nələr baş verir. Yenə də o fikrimdə qalıram ki, müəyyən mənada ölkə futbolda hakimliyin səviyyəsinin aşağı olması komandaya bax bu zərbələri vurur. Bu hadisələr bax bu cür cərəyan edir. Oyunlara gəlincə Kəpəz üzərində qələbə çox vacib idi və komanda bax vacib bir məqamı danışaq. Ümumiyyətlə Turan Tovuz mövsümün ikinci yarısına tamam başqa cür başlayıb, daha çox topla oynamağa çalışır, daha öndə müdafiəni daha da irəli çəkməyə çalışır, öndə saxlamağa çalışır, daha çox kombinasiyalar planlaşdırılmış, işlənilmiş hücumlar qurmağa çalışır. Amma bu fevral ayı çox vacib perioddur. Bütün klublar tərəfindən biz bu gün baxa bilərik bu məsələyə. Məsələn, elə Qarabağ Neftçi ilə bağlı, Neftçi oyunun təxirə salınması ilə bağlı, Qurban Qurbanovun oyun sonrası verdiyi bütün açıqlamalara diqqət yetirsək, təqvimlə bağlı çox böyük narahatçılığı var. Doğrudan Newcastle oyunu düşünərək bunu deyir, amma istənilən komanda Premyer Liqada hazırda fevral təqvimindən çox qorxur və bu periodu aşa bilməyəcəyindən, yaxşı istədiyi kimi keçə bilməyəcəyindən narahatdır. O cümlədən də Turan Tovuz məhz bu fevralda baş verənlər, hətta martın ortalarına qədər olan oyun sayı, qrafik, rəqiblər və digər bu kimi məqamlar komandanı mütləq yenidən nəticə futboluna qayıtmağa məcbur edir. Yəni hər nə qədər daha yaxşı, göz oxşayan futbol, daha kreativ, daha rəngli komanda görmək istəsə də Turan Tovuz azarkeşləri, Qurbanberdiyev və məşqçilər korpusu yenə də ehtiyatlıdır. Çünki Qarabağla oyun, sonra Kəpəzlə kubok qarşılaşması, ardınca Karvanla oyun və bu cür sıx qrafika 3 gündən, 4 gündən bir oynamağa öyrəşməmiş komanda üçün təbii ki, burada
həm yaxşı ortaya meydana futbol qoymaq, futbol nümayiş etdirmək, həm də nəticə qazanmaq çox çətindir. Mən ona görə düşünürəm ki, bax Karvanla oyunda Turan Tovuz biraz ehtiyatlı idi, biraz daha o əvvəlki ənənəsinə qayıtmışdı, daha çox nəticə qazanmağa çalışırdı. Bir-bir baxacaq olsaq, Kəpəz üzərində qələbə çox vacib idi və komandanın mərhələ keçməsini proqnozlaşdırmaq olar, çünki Gəncə klubu yəqin ki, cavab oyununda xüsusilə bu kuboka köklənmədiyini bizə göstərəcək. Onların əsas hədəfi Premyer Liqada qalmaqdır. Kubok onlar üçün əlavə vaxt və güc itkisidir. Ona görə nə olar prinsipi ilə onlar bu oyuna böyük ehtimal çıxacaqlar. Yəni mümkün qədər həmin o kubok oyunundan əvvəl və sonrakı çempionat oyununu düşünüb heyəti quracaqlar. Ümumiyyətlə futbolçuları kökləyəcəklər. Ona görə Turan Tovuz kubokda iddialıdır və mərhələ keçməyə çox real görünür. Kəpəzlə qarşılaşmada da kifayət qədər yaxşı futbol nümayiş etdirdi, kifayət qədər istədiyini edə bildi və mərhələ keçməyə yaxındır həmin o qələbə ilə. Hurtadonu qeyd edək, komandanın nə qədər fərqli, nə qədər sistem komandası olduğunu biz görürük, nə qədər detallara əhəmiyyət verdiyini, detallar üzərində işlədiyini görürük. Hurtado görün artıq neçənci dəfədir fərqlənir futbolçu. Hurtado və onun timsalında müdafiəçilər, çünki sistem komandasıdır və burada kimin nə vaxt necə fərqlənəcəyi bilinmir. Ən əsası standart vəziyyətlərə olduqca böyük önəm verirlər. Jorge Silva ilə hətta mən düşünürəm ki, belə davam edərsə, onun o yan xətt atışları yaxın vaxtlarda ölkə futbolunda və hətta biraz dərinə gəlsək, Avropa futbolunda belə məşhurlaşa bilər. Məsələn, çox az klublarda bu detallar işlənir. Məsələn, indi biz yaxından izlədiyimiz İngiltərə Premyer Liqasında Arsenalın timsalında standart vəziyyətləri və xüsusilə kornerləri görürük. Az qala penalti kimi komanda bunu yerinə yetirir və bununla işləyən xüsusi mütəxəssislər kluba cəlb olunub. Turan Tovuz da əvvəllər standart vəziyyətlər, künc zərbələrinə bu qədər önəm verirdi, amma son vaxtlar yan xətt atışları deyərdik ki, bütün o vəziyyətləri qabaqlayıb və komandanın yan xətt atışları kifayət qədər böyük və ciddi təhlükədir rəqiblər üçün. Karvan Yevlaxla oyunda penaltidə yenə Jorge Silva'nın həmin o out atışından sonra qazanıldı. Bu da xüsusi işlənilmiş məqamdır. Komanda bunun üzərində xüsusi işləyir. Ümumiyyətlə, müasir futbol, bax, indi azarkeşlər çox vaxt üsyan edir komanda ilə bağlı, amma müasir futbol belədir. Orada bütün detallar və yaxud da elə detallar vacibdir. Yəni, bildiyimiz o ənənəvi sistem, komanda işi, transferlər, yüksək keyfiyyətli futbolçularla yanaşı, bax, o detallara indi böyük klublar da önəm verir. Hətta top klubların hər birində bax, bu sahələr üzrə xüsusi mütəxəssislər çalışır. Yan xətt atışları, standart vəziyyətlər, gün zərbələri ilə bağlı, hər biri ilə bağlı ayrıca məşqçilər tuturlar və ayrıca məşqlərdə bunu işləyirlər. Turan Tovuz da indi bax, bu mövzularda əladır. Bu, məncə, komandanın əsas üstünlüklərindən biridir. Ümumilikdə isə yenə də nəticə üzərindən, adlar, detallar üzərindən yox, nəticə üzərindən danışmaq vacibdir. Hazırki periodda nəticə bütün digər göstəricilərdən üstündür. Biz bunu digər komandaların timsalında görürük. Çox ağır, çox çətin çempionat keçir hazırda və bu ağır, bu çətin çempionat fonunda uğurlu olmaq hər komandanın, hər camiyyənin işi deyil ümumiyyətlə. Biz deyə bilərik ki, Turan Tovuz Karvan üzərində aşkar favorit idi, qələbə qazanmalı idi, amma burada da necə qələbə qazanılması çox vacibdir. Açıq-aşkar hiss olunurdu ki, komanda güc itirmək istəmir, ehtiyatlı oynamağa çalışır və gücünü növbəti oyunlara daşımağa çalışır və bunu demək olar ki, bacardı, gücünü qoruyaraq 3 xal qazanmağı bacardı. Hələlik evində də oynamayan Turan Tovuz çempionatın 3-cüsüdür. Bu çox mühüm, çox özəl, çox vacib göstəricidir və bunu komanda davam etdirərsək, bir daha qeyd edək, Avrokubok vəsiqə çox da çətin olmayacaq. Eyni zamanda çempionluq mübarizəsindən qopmayacaq Turan Tovuz. Hazırda biz görürük ki, rəqiblər necə güclənir. Komanda 3-cü yeri zirəyə qapdırsa da geri almağı bacardı və burada möhkəmlənə bilər. Qarşıda Şamaxı oyunu var, Şamaxı səfəri var. İstər-istəməz Turan Tovuz azarkeşində, ümumiyyətlə klub olaraq, indi burada həm klubda görülən işlər, həm məşqçilər korpusunun işləri, həm futbolçular ayrı-ayrı adlar olaraq baxsaq, komanda
azarkeşinə, ictimaiyyətə, futbol adamlarına bu inamı verməyə bacarıb. Yəni hər qarşılaşmada Turan favorit kimi görünür və heç bir Turana qarşı heç bir oyunda heç bir rəqib favorit görünmür. Qarabağda, Sabah da, Neftçi də, Zirə də heç bir komanda Turanla oyunda deyə bilmərik ki, favoritdir. Əksinə Turan Tovuz tərəfindən baxdıqda məsələyə başındakı olan məşqçi, eyni zamanda bəzi heyətdəki adlar, buna qədərki nəticələr, futbolçular və digər bu kimi məqamları toparlasaq, Turan Tovuz bütün qarşılaşmalara favorit kimi çıxır. Bəzən bu komandanı yandıra da bilir, bəzən azarkeşi ilə arasında problemlərə də çevrilir, amma istənilən halda bu gün bu inamı yaratmağı bacarıblar və indi bundan sonra bu inam yaradanların da işi çox çətindir deyə bilərik. Şamaxı üzərində də bax, komanda favoritdir, qalib gəlməlidir. Ümumiyyətlə Şamaxı, Zirə və İmişli oyunudur, növbəti ardıcıl 3 oyun və Şamaxı üzərində əgər 3 xal qazanılarsa Zirə ilə oyuna tamam başqa inamla, tamam başqa ruhla çıxacaq Turan Tovuz. Düşünürəm ki, o görüşdə 1 xala ümid eləyib, yəni o görüşdə 3 xaldan vacib olan, 3 xal qazanmasan da olar, daha vacibi Zirəyə 3 xal verməməkdir. Sonra İmişli üzərində qələbə qazana bilsə, yəni bu 3 oyunu 7 xalla bitirsə, Turan Tovuz yoluna əla davam edir deyə biləcəyik. Qurban Berdiyev oyundan sonra Karvanla qarşılaşmadan sonra İbrahimov Vadicidən danışıb, onun qol vura bilməməsini ön plana çəkib, amma siz də yəqin ki, diqqət edirsiniz, bu futbolçu az qala hər hərəkətində, hər davranışında səviyyə fərqini göstərir. Tam formaya düşməsə də, tam açılışmasa da, nələrsə çatmasa da Vadicinin oyunda keyfiyyəti açıq-aşkar görünür və mənim də düşüncəm belədir ki, sanki bu futbolçu bu mövsümün qalan hissəsində ən azı 4-5 oyun götürə biləcək gücdədir. İndi Turan Tovuzda adlar çox vaxt önə çıxmır, komanda oyunu, komanda sistem önə çıxır, amma sanki Vadici bir neçə oyunu tək başına götürə biləcək. Yəni bir andaca nəsə eləyə biləcək halda da ən ağır oyunlarda da ola bilər, ən sakit oyunlarda da ola bilər. Bu potensialda görünür. Turan Tovuzun son günlər başına gələnlərdən danışırdıq. Ümid edirik ki, komanda tezliklə Tovuz şəhər stadionuna qayıdar, çempionatımıza xüsusi rəng qatar, xüsusi maraq qatar və yenidən o tribunaları, o tördüyündə oynayan həmin o inamlı Turan Tovuzu görərək, Turan Tovuz azarkeşləri doğrudan da, ümumiyyətlə Tovuz doğrudan da ölkənin ən mühüm, ən vacib, ən önəmli futbol şəhərlərindən biridir. Bunu hər addımda sübut edirlər. Komandanın bir daha xatırladaq, qarşıdakı oyunu Şamaxı ilədir. Ev oyunlarını isə hələlik Azərsun Arenada keçirir. Bu günlük bu söhbətimizdən bu qədər, amma irəliləyən günlərdə mütləq bu komandadan qonaqlar da dəvət edəcəyik. Daha fərqli reportajlar sizə təqdim edəcəyik. Eyni zamanda klubla bağlı son yeniliklər, infrastruktur məsələləri və Tovuz futbolunun gələcək taleyi ilə bağlı söhbətimiz olacaq. Bu dəfə üçün bu qədər hələlik.